dəfə çox gözəl mojito buzları hazırladım. Reseptini də sizlərlə paylaşıram. Deməli, nanələri tökülüb bir qaba, həvəng dəstə deyirik biz buna və limonla qəşəng döyüb əzirik, dadları bir-birinə keçsin. Sonra adi su əlavə eləyirik. Gördüyünüz kimi qarışdırıb bir kənara qoyuruq. 15 dəqiqədən sonra süzürük və yenə döyəcləyib artıq suyunu çıxardırıq. Bu suya isə kənarda şirin su hazırlamışıq. O suyu əlavə eləyirik və gördüyünüz buz qablarına da yığa bilərsiniz, silikon qablara da. Mən biraz iri olsun deyənə silikon qablara yığdım və belə yığıb içinə də biraz nanə atırıq və tam buz olandan sonra qablardan çıxardıb bir başqa qaba yığıb dondurucuda saxlayırıq. Gördüyünüz kimi asanlıqla çıxır qablardan. Xırda buz qablarında da istifadə edə bilərsiniz və yığırıq. Böyük bir qaba dondurucuda saxlayırıq. Gördüyünüz kimi sonra lazım olanda istifadə edirik. Biz indi qəşəng mojito hazırlayırıq. Buzdan əlavə edirik, sprite əlavə edirik, nanə və limon. Budur, əsl yayın içkisi, sərinləşdirici bir içkidir. Hazırlayın, için, hamınıza nuş olsun. Dadı möhtəşəmdir.